Həmya, salam. Gəlin bugün universal bir moda problemini həll edək. Hər bədən forması üçün ideal cins şalvarı necə tapmaq olar? Yəqin ki, hamımızı maraqlandıran bir mövzudur. Gəlin başlayaq. Hə, bu sual yəqin ki, çoxumuza tanış gəlir, elə deyilmi? Saatlarla mağazaları gəzirik, onlarla şalvar yoxlayırıq, amma nəticə çox vaxt hüsran. Amma bilirsiniz, heç də məyus olmağa dəyməz. Çünki bu, heç də mümkünsüz bir tapşırıq deyil. Əslində, bunun çox sadə bir həlli var. Deməli, qarşıdakı bir neçə dəqiqədə biz bu prosesi addım-addım asanlaşdıracağıq. Planımız belədir. Əvvəlcə axtarışın özündən başlayacağıq, sonra bədən formamızı dəqiq müəyyənləşdirəcəyik, parça və rəngin sirlərini öyrənəcəyik, geyimin necə tamamlamaq lazım olduğuna baxacağıq və sonda hər şeyi ən vacib məsələ ilə, yəni özünə inamla bitirəcəyik. Məqsədimiz sadəcə hər hansı bir cins şalvar almaq deyil, yox. Əsas məsələ məhz sizin bədən quruluşunuza tam oturan, üstün cəhətlərinizi vurğulayan və sizə özünüzü həqiqətən də möhtəşəm hiss etdirən o tək cütü tapmaqdır. Bax, hər şey məhz bu nöqtədən başlayır. Öz bədən formamızı tanımaq sanki doğru qapını açan bir açar kimidir. Bu addımı düzgün atdıqdan sonra, inanın, qalan hər şey çox daha asan olacaq. Deməli, burada əsas məsələ balansdır. Gəlin cədvələ birlikdə nəzər salaq. Məsələn, əgər sizin bədən quruluşunuz sahində saat tipidirsə, yəni beliniz incədirsə, onda yüksək belli, dar kəsimli cinslər sizin o gözəl formalarınızı super vurğulayacaq. Alma formasına gəldikdə isə məqsəd diqqəti yuxarıdan biraz yayındırmaqdır. Buna görə də düz kəsimli, daha sərbəst modellər tam sizlikdir. Armud tipli bədən quruluşunda necə? Geniş budları dar çiyinlərlə tarazlamaq üçün aşağı bel və geniş balaqlar möhtəşəm bir görüntü yaradır. Və son olaraq düz bucaqlı forma. Burada isə ciblər, naxışlar kimi detallar bel hissəsinə biraz həcm qataraq çox gözəl bir balans yaradır. Bədən formamızı artıq bilirik. İndi keçək növbəti vacib mərhələyə. Unutmayın, bir cins şalvarın necə görünməsi təkcə onun kəsimindən asılı deyil. Materialı və rəngi də ən az onun qədər əhəmiyyətlidir. Gəlin parçalara sürətli bir baxış keçirək. Standart denim, bu o bildiyimiz klassik, formasını əla saxlayan materialdır. Elastik denim isə içindəki spandik sayəsində sizə hərəkət sərbəstliyi və inanılmaz bir rahatlıq verir. Xüsusilə dar modellər üçün əvəz olunmazdır. Yüngül denim isə adı üstündə yay aylarında, isti havalarda sərin qalmaq üçün nəfəs alan ideal bir seçimdir. Rəngin gücünü isə heç vaxt unutmaq olmaz. Baxın, sol tərəfdəki açıq rəngli cinslər diqqəti cəlb edir, hətta vizual olaraq biraz həcm də qata bilər. Yay üçün əla seçimdir. Sağda isə tünd rənglər var ki, bunlar daha incə, daha zərif bir görünüş yaradır. Məsələn, bir axşam tədbiri üçün mükəmməldir. Əsas məsələ odur ki, siz hansı effekti yaratmaq istəyirsiniz? Tamam, mükəmməl cins şalvarı tapdıq, super. Amma bu hələ hekayənin sonu deyil. Yalnız yarısıdır. İndi isə o şalvarı necə düzgün kombinə edib, tam bir obraz yaratmaq olar, ona baxaq. Bilirsiniz, eyni cins şalvarla onlarla fərqli görünüş yaratmaq olar. Məsələn, yüksək belli cinslərinizi hündürdaban ayaqqabı ilə geyinin, ayaqlarınız dərhal daha uzun görünəcək. Gündəlik rahat bir tərzi üçünsə, idman ayaqqabıları və skinny cinslərdən daha yaxşı nə ola bilər ki? Hə, bir də unutmayın, sadə bir jaket və ya pencək əlavə etməklə eyni şalvarı bir anda daha rəsmi bir məkana uyğunlaşdıra bilərsiniz. Deməli, bütün bu detallardan, kəsimlərdən, rənglərdən danışdıq, amma bütün bunlar əslində sonda yalnız bir şeyə xidmət edir və bu, bütün dəb qaydalarından daha vacibdir. Məhz belə, günün sonunda ən əsas məsələ budur. Hansı modelin trend olmasından, kimin nə deməsindən asla olmayaraq, əsas odur ki, siz o geyimin içində özünüzü necə hiss edirsiniz. Rahatlıq və özünə inam, bax, ən gözəl aksesuar budur. Bəli, bu danışdıqlarımızın hamısını bir bələdçi kimi qəbul edin, qanun kimi yox. Bunlar sizə yol göstərmək üçün bir vasitədir, sizi çərçivəyə salmaq üçün deyil. Cəsarətli olun, fərqli şeylər yoxlayın, sınaqdan keçirin və sizi ən çox xoşbəxt edən o variantı tapın. Beləliklə, indi növbə sizindir. Artıq bədən formanızdan tutmuş, sizə yaraşan rənglərə qədər hər şeyi bilirsiniz. Bu biliklərlə düşünürəm ki, alış-verişə çıxıb o yeganə cütü tapmağa tam hazırsınız. Bəs sizcə, sizin mükəmməl cins şalvarınız hansı olacaq?